Mən eyni yuxunu dəfələrlə görürəm. 7 yaşım var. Anamla sahildə oturmuşuq və o mənə mahnı oxuyur. Günəş şüalarının hərarətini və anamın məni qucaqlayan əllərinin zərifliyini hiss eləyirəm. Bunun sonsuza dək davam eləməsini istəyirəm. Həmişə. Ayılanda bunun ancaq yuxu olduğunu anlayıram. Hər şeyin həqiqət olmasını o qədər istəyirəm ki, amma bu mümkün deyil. Çünki anam mən balaca olanda ölüb. Bir də mən günəş altında ola bilmirəm. Hətta bir anlıq belə. Mənim nadir irsi xəstəliyim var, kseroderm pigmenti. Digər adı melanozdur. Doğulandan dərim günəş şüasına qarşı həddən artıq həssasdır. Əgər günəş şüaları dərimlə təmas eləsə, hərçəng olaram, beynim dayanar və mən tezliklə ölərəm. Əyləncəlidir, elə deyil. Uzun illərdir xüsusi pəncərələri olan evdə atamla bir yerdə yaşayıram. Tanrıya şükür ki, o dünyanın ən yaxşı atasıdır. Çünki qonşu uşaqlar onlardan nə gözləmək olar axı? Məyər belə deyil? Yalan deyirsən. Yox, o vampirdir. Ona görə də onların pəncərələri qaradır. Qorxma, gündüzlər o qorxulu olmur. Gecələr isə onun evindən uzaq dur, yaxşı? Amma cəsarətliləri də tapılırdı. Salam Morgan. Ketiyə nəsə olub? O, melanoz xəstəsidir. Sadə dildə desəm, günəş şüaları onu məhv eləyir. O günəşə çıxa bilməz. Mən də günəşdə çox dayana bilmirəm. O axşamlar çıxır. Hə, amma... Axşam görüşərik. Mən pizza sevirəm. O gündən bizim kampaniyamız məndən, Morgandan və atamdan ibarət oldu. Amma bir gün mən Charlie'ni gördüm və başlandı. Mən ona bir könüldən min könülə aşiq oldum. Lənətə gəlmiş ağac. Onu hər gün görürdüm. O isə mənim varlığımdan xəbərsiz idi. Hər dəfə yanımdan keçən Charlie'ni izləmək artıq adətə çevrilmişdi. Müntəzəm olaraq həkimlərə gedirəm. Gündüzlər yatıram, gecələri isə əylənirəm. Prinsip etibarilə bildiyimə görə yeniyetmələrə xas xüsusiyyətdir. Hə, bir də hər dəfə vaxt tapan kimi gitara çalıram. Demək olar ki, həyatım o qədər də pis deyil. Amma arzularımdan əl çəkmirəm. Lənətə gəlmiş ağac. Hərçəm ki, onlar qətiyyən baş tutmayacaqlar. Gecə günəşi. Jeremy Price, Kendall Porter, təbriklər. Peter Rasband, Charles Reed. Hə, Charlie. Ela, təbriklər, Charlie. Katie Price. Nə geyinmisən? Mantiya və konfederant. Buraxılışda həmişə belə geyinirlər. Sən də tax, tut. Çox sağ ol. Və ən əsası bu sənindir. Əlaç olduğuna görə zənnimcə sən nitqdə hazırlamısan, hə? Hə. Artıq eynəyimi də taxmışam. Xoşuma gəlir, Çox yaraşır. sağ ol. İlk olaraq mən direktoruma təşəkkür eləmək istəyirəm. Ehtiyac yoxdur. İspan dili müəllimə, Dennada. İngilis dili müəllimə. Hə, buyurun. Ədalət naminə onu da qeyd eləməliyəm ki, bədən tərbiyəsi müəllimim öz fənnini qətiyyən bilmir. Nə? Uydurursan. Mən ştanq qaldırırdım. Bu da sənindir. Bu dünyanın ən axmaq şeyidir. Hə! Buna görə 3 mağaza gəzmişəm. Yox, superdir. Hə, əsl zibildir. Yaxşı. Artıq hədiyyə eləmək olar? Nə? Hədiyyə Hədiyyə də də var. var. Onsuz necə olar? Bu ki məzuniyyətdir. Məni təəccübləndirirsən, ata. Bu ki anamındır.
Əlbəttə, o köhnədir. Əgər təzəsini istəsən, anlayaram. Yox, mən bunu istəyirəm. Sağ ol. Sən anana elə oxşayırsan ki. Fəxr elə, o çox gözəl idi. Süper. Yatmağa çalış. Oldu? Bu mənim xoşuma gəlir. Hə, amma burun hər şeyi körləyir. Eşidirsən ata? Bu axşam məni stansiyaya mükəmməl hədiyyəmdə çalmağa buraxarsan? Saat 10'dur. Morgan'ı bizə çağır, mənim üçün çal. Morgan bugün ailəsi ilədir. Ata, mən sənin üçün ifa eləməyi sevirəm. Sən ki bunu bilirsən. Amma kütlə qarşısında da çalmağı öyrənməliyəm. Xahiş eləyirəm. Fred orada olacaq. O mənə baxar. Həm də bugün məzuniyyət günüdür. Adətə görə uşaqların daha çox gəzmələrinə icazə verirlər. Yaxşı, bir saat gec qayıda bilərsən. Gecə yarısı yaxşı, oldu? Hə, oradan mənə SMS yaz. Yoxsa Fredə zəng eləməyəcəm, özüm dalınca gələcəm. Bu, valideyn sözündən çıxmamaq haqqında şəhər rəvayətinə çevriləcək. Səni sevirəm. O, əla dostum. Yaxşı dostum. Artıq bəsdir. Nə mənada? Özünü turşudub burada oturmusan. Hamının ürəyini sıxırsan. Pivəni qutar, gedə əylənək. Charlie, bəla səndən yan keçib. Hər səhər tezdən oyanıb, hovuzda canın çıxana dək məşq eləməyəcəksən. Orada dəniz də yoxdur. Ətrafdakı həyata bir bax. Nə qədər istəyirsən keyf elə. Unutmuşdum. Ətrafdakı həyat Berkeley'dəki təqaüddən daha yaxşıdır. Zoe Carmichael bizdən sağdadır. Charlie, sənin problemin var. Bu dəfə neynəmişəm? Mənə içki gətirməmsən. Susadığını bilmirdim. Artıq bilirsən. Bağışla. Tutuzdurdu. Heç nə olmaz. Çox incidir. Yaxşı, bəlkə üzmədiyinə görə mənə vaxt ayırasan, hə? Nə deyirsən? Sənə mən vaxt ayıraram. Mən də artıq üzmürəm. Sən heç üzə bilmirsən ki, axmaq. Zoe, orada çox qalacaqsan? Dayan, indi gəlirəm. Mənim məzuniyyət gecəmə gələcəksən? Hə, yəqin ki. Əla. Hə. Hey, hara belə? Bəladan qaçıram. Yaxşı görək. Bugün məzuniyyət gecəsidir. Mənlik deyil uşaqlar. Görüşərik. Çox sağ ol. Deməz. Axşamın xeyir, Fred. Elə bildim gəlməyəcəksən. Fanat ordusunu məyus eləyə bilməzdim. While you're fast asleep, counting your sheep, I'm moonbathing. I'll be up all night playing through this twilight dream. 'Cause all my life I have been patiently waiting for light to dim to fulfill my destiny. I'll keep reaching as far as I can till break of day. I'll keep reaching. The light of my life will
So I'll keep reaching. I know if I reach too far, I may not ever recover. But I know the stars ain't all I'm meant to discover. So I'll keep reaching. Salam. Dayan. Səni qorxutmaq istəmədim. Buyur. Məni qorxutmadı. Sən gedirsən? Narahat olma. Hara tələsirsən, hə? Nə olub? Evə getməliyəm. Evə? Baxışda, sən burada yaşayırsan? Axı sən Percü məktəbində oxumamısan. Yox, mən başqa məktəbdə oxumuşam. Bilirsən, bugün mənim məzuniyyət gecəmdir. Atam çox narahatdır. Ona görə də Yavaş. mən getməliyəm. Dayan, gözlə. Bağışla, sən niyə tələsirsən? Mən evə pişiyimin yanına getməliyəm. Pişiyini? Hə, o ölüb. Onda niyə tələsirsən ki? Yox, sən başa düşmürsən. Mən dəfn təşkil eləməliyəm. Ölən pişiyim üçün o dəhşətli dərəcədə ölüdür. Dəhşətli. Dayan. Heç olmasa adını de. Heç bir dəyişiklik hiss eləməmisiz. Hərəkət funksiyaları normadadır. Bəli, beyin funksiyaları da eyni səviyyədədir. Keçi danışanda və ya udğunanda ağrı hiss eləmir. Mənə inanın. Göz bəbəyində də heç bir dəyişiklik görmürəm. Neyrodegenerasiyadan şübhələnməyə heç bir əsas yoxdur. O günəşə çıxır. Xeyr, əlbəttə yox. Mən ona yeni resept yazaram. Amma qəbula sizinlə birgə o da gəlməlidir. Hə, amma yeniyetmələr öz atalarından utanırlar. O melanoz xəstəsidir, Jack. Mən bunu yaxşı bilirəm. Sağalmasına ümid eləməyin. Getdikcə risk daha da artır. Əgər onun dərsinə günəş şüası düşsə, onda Düşməyəcək. o müzakirə elədiyimiz yaşdadır. Düşməyəcək. Bəs Vaşinqton Universitetinin araşdırmalardan nə xəbər var? Ketini ikinci dövrə test üçün siyahıya salmışam. Əlbəttə, o qədər irəliləsə. Sizə ümid vermək istəmirəm. Maliyyələşdirmə çox azdır. Söhbət milyonda bir insanın tutulduğu xəstəlikdən gedir. Bəxtimiz gətirib. Keti o milyonda birdir. Pişiyin dəfni? Bəsdir bunu təkrarladı. Yox, ümumiyyətlə ölü ev heyvanlarının əla afrodizyak olduğunu deyirlər. Morgan, bəs nə deməliydim? Nəsə inandırıcı bir şey fikirləşə bilərdin, düz deyirəm? Belə bir şey, salam, mən Keti Price'am. Tam 10 ildir ki, pəncərədən səni izləyirəm. Səni sevirəm, hər günümü səni güdməklə keçirirəm. Yaxşı, yenə başlama. Ya da, məsələn, yadındadır, biz birlikdə bağçaya gedirdik. Orada məni vampir çağırırdılar. Bunu heç kim xatırlamır. Necə də axmaq. Hə, axmaqsan, amma hər şey düzəldəcəyik. Nə ağlım var, nə fantaziyam. Amma sənin MMD'sin var. Ona görə də Çox sağ ol. gələn dəfə daha ağıllı olarsan. Növbəti dəfə olmayacaq. Bunu hardan çıxardın, hə? Bilirəm. Bu əladır. Sən lap Taylor Swift kimisən. Onun oğlanlara münasibəti qəribədir. O bu barədə mahnılar yazır. Nədir? Yox. Bircə bu çatmırdı. Nədir? Nə olub, hə? Mənim bloknotumu görməmisən? Mahnı bloknotunu? Yox. Deyəsən onu stansiyada qoymuşam. Dəhşət. Onun dalınca qaça bilərsən. Yalvarıram Morgan. Bu mənim üçün çox vacibdir. Sənə kömək eləyərdim, düz deyirəm. Amma bugün planımda daha 3 pişiyin dəfn mərasimi var. Yaxşı, bəsdir. Məni öldürmə, bəsdir. Salam. Bu mənim rəfiqəmin bloknotudur. Sənin rəfiqənin? Dayan. Morgan, hə? Biz ingilis dilinə birgə gedirdik. Mən Charlie. Charlie Reed, hə, bilirəm.
Biz tarixə birlikdə girirdik. Bəs sən onu tanıyırsan, o təzə köçüb. Əvvəl bloknotu ver. Onun harda yaşadığını de, mən özüm apararam. Mənim daha yaxşı fikrim var. Bloknotu tapdım, amma işə qaçıram. Onu bilet kassasına qoymuşam. Ata, stansiyaya bloknotumun dalınca gedə bilərəm. Freddədir. Çatan kimi xəbər elə və ehtiyatlı ol. Fred. Lənət şeytana. Bunun burada nə işi var? İlahi. Sağ olun. Vercu Kremari. Morgan, Salam. İkinci görüşün necə keçir? məni aldatmısan. Dəli olmusan. Əynimdə ev paltarı var. Saçım da pis gündədir. At quyruğu kimi yığmışam. Axmağa oxşayıram. Bəsdir Keti. Sən çox yaxşısan. Səni görmürəm, amma bilirəm ki, əla görünürsən. Zəhmət olmasa, mənə böyük bir... Görmürsən telefonla danışıram? Onun xoşuna gəlirsən, eşidirsən? Buna əminəm. Sadəcə özün ol və boş-boş danışma. Sonra mənə zəng eləyərsən. Ələlik. İlahi. Aman tanrım. Deməli sən yuxu deyilsən. Elə bilirdim ki, dünən səni yuxuda görmüşəm. Sən sürətli göz hərəkəti fazasındaydın. Nə? Yuxular adətən onda görülür. Hə, beyin fəaliyyəti ən yüksək həddə çatır və göz qapaqlarının altında çox hərəkət eləyir. Bu, olduqca maraqlı görüntüdür. Lap çap maşınını xatırladır. Nəysə, çox sağ ol ki... Bəlkə adının nə olduğunu deyəsən artıq. Keti, Mənim də adım Charlie'dir. çox nadir addır. Yaxşı ki özünü təqdim elədin, yoxsa adını tapa bilməzdim. Dayan, Çox sağ ol. bir dəqiqə gözlə. Bəs sən mən onu oxumadığını de. Sadəcə göz gəzdirdim. Nə? Nədir ki? Ciddi deyirsən? Bu başqasının əşyasıdır axı. Qulaq as, mən... Bu gündəlik ola bilərdi. Elə bir şeydir ki onu... Məni bağışla, xahiş edirəm. Bağışla, dünən elə tez qaçdın ki, kimin bloknot olduğunu belə bilmirdim. Eləcə göz gəzdirdim. Əllə yazdığın əladır. Köhnə məktəbsən. Onu qaytardığına görə çox sağ ol. Dəyməz. Dayan. Sənin bir dənə də pişiyin ölüb? Mən deyəsən evə gedirəm. Səni ötürüm. Hə, Deməli təhsilini evdə alırsan. Yəqin bu əladır. düzünü desəm hər şey tamamilə tərsinədir. Atam məni çox qoruyur. Təsadüfən o indi bizə baxmır. Hə, onun telefonu bütün kameralara qoşuludur. Bəs mənim icazəm olmadan oxuduğun mahnılar haqqında nə deyə bilərsən? Bu mənə maraqlıdır. Düzünü desəm bilmirəm. Məyər mahnını oxumaq olar? Düzdür. Onları necə oxuduğuna qulaq assam yaxşı olar. Yaxşı, bu vacib deyil. Deyəsən mən çatdım. Artıq ötürməsən də olar. Sən orada yaşayırsan? Başa düşmürəm. Necə olub ki, daha əvvəl qarşılaşmamışıq? Mən hər gün sənin evinin yanından məşqə gedirdim. Bu maraqlı təsadüfdür. Çox sağ ol. Deyirəm bəlkə necəsə görüşək. Sən və mən? Hə, sən və mən. Harasa gedək. Mən gündüzlər çox məşğul oluram. Amma axşam boş oluram. Mən də axşam boşam. Yaxşı, onda zəhmət olmasa mənə nömrəni yaz. Mən də köhnə məktəbin nümayəndəsiyəm. Ağıllı gedişatdır. O qədər romantikdir ki, hətta adamın ürəyi bulanır. Melanoz haqqında nə dedi? Ondan söhbət düşmədi. Dayan görüm, necəni düşmədi? Necə, mən ona demədim.
Yox, mən ona deməyəcəkdim ki, bilirsən, dostum, gün işığı məni... Hə, insanlar sənin problemlərindən xəbərdar olan kimi, onlar üçün əvvəlcə gəzən xəstəliyə çevrilirsən, sonra insan olursan. Mən hər şeyi danışacağam, söz verirəm. Amma onunla nə vaxt görüşəcəyimi bilmirəm. Və salam. Amma mən bilirəm. Mənlə kafedə işləyən o boşboğaz oğlan yadındadır. Səni bezdirən o boşboğazı Hə, deyirsən. Harver. Onun valideynləri bugün gedirlər. O da evində şənlik keçirir. Məndən dostlarımı gətirməyimi xahiş elədi. Ona görə də mən səndən gedəcəm. Yox, Charlie ilə gələcəksən, aydındır? Mən yox. Mən axı o gərək nəsə... Bilirsən, məyər mən onun birinci yazmasını gözləməməliyəm, düzdür? Hə, əlbəttə. Sonra onun silah daşıyanı göyərçin vasitəsilə sənə krallıqlarınızı birləşdirmək üçün təklif göndərəcək. Biz məhər 18-ci əsr İngiltərədə yaşayırıq. Sən çox gözəlsən. Ona istədiyin vaxt yaza bilərsən. Götür. Əsas özünə əmin ol. Nazlanma, məsələyə birbaşa keç. Yaxşı. Salam, dostum bugün şənlik keçirir. Mənimlə getmək istəyirsən? Daha da laqeyd. Gəlsən də gəlməsən də gedəcəm. Qoy ona görə getdiyini düşünməsin. Yaxşı. Ver bura. Dəhşət. Çox dostum var. Gedəcəm. Sakit mədəni bir bayram olacaq. Heç bir kriminal yoxdur. Aha, deməli çox maraqsız bayramdır. Ona görə də evdə qalsaq yaxşıdır. Çin yeməyi sifariş verək. Siz onu sevirsiniz axı, hə? Netflixə baxarıq. Başqa nə lazımdır? Yaxşı övlad olduğumu bilirsən, macəralara marağım olmadığını da bilirsən. Amma Tanrıya and olsun, əgər burada bir axşam daha keçirsəm və bu zaman ərzində başqalarının pəncərəsinin o tayında dolğun həyat yaşadıklarını eşitsəm, dəli ola bilərəm. Xahiş eləyirəm. Sabah tonlarla Çin yeməyi sifariş verərik və bütün gecə seriala baxarıq. Yaxşı. Əla, çox sağ ol. Sən dünyanın ən yaxşı atasısan. Çox sağ olun, Mr. Price. Belə. Belə, Charlie saat 8-də Harver'in evində olacaq. Tez ol, hazırlaş. Hara tələsirsən, hələ 3 saat vaxtımız var. Biz artıq gecikirik. Bunu geyin. Mr. Price, icazənizlə təqdim edeyim Washingtondan Catherine Price. Möhtəşəm. Əzizim, sən çox gözəlsən. Hələlik Mr. Price. Tez ol, gedək. Təsəvvür edirsən, orada o qədər pivi olacaq ki. Gəldiniz? Ümid eləyirəm sən və ya rəfiqən o çəlləyin içərisindən pivəni necə çıxarmaq lazım olduğunu yaxşı bilirsiniz. Yox, ola bilməz. Məyər sənin krantın yoxdur? Onu da almaq lazım olduğunu hardan biləydim. Əgər onu süzmək olmursa o pivəni niyə satırlar? Harver, bu nə şənlikdir belə? Çox sakit və darıxdırıcıdır. Nədir ki? Hətta şirniyyat masası da hazırlamışam. Amma məncə lap əladır. Yox, ona qulaq asma. O ilk dəfədir ki, şənliyə gəlir. Bu vəziyyətin dəhşətli olduğunu anlamır. Biz gedirik. Necə yəni gedirsiniz? Yox. Mən əla çili hazırlamışam. Nə? Harver, şənlikdə çili yemirlər. Görürsən, hər şey hələ təzə başlayır. Charlie Reed'in burada nə işi var? Mən də bilmirəm. Salam. Sən çox gözəl görünürsən. Bu Morgan'ın işidir. Mən belə düşünmürəm. Hə, bu sizin üçündür. Ah, təşəkkürlər. Çox sağ ol. Dana əti də, hə? Çox ləzzətlidir dostum. Orijinaldır. Elə bildim ki, daha çox adam gələcək.
Dedim axı o lider qızla kəllə-kəlləyə gəlmə. Hansı lider qız? Kabrioletli əsəbi qız. Zoe Carmichael? Hə, indi onun da evində ziyafət var. Hamı ora yığışıb. İstəyirsinizsə ora gedək. Bu pis fikir değil. Salam. Mən də deyirəm, harda itib batmısan? Bunlar kimdir belə? Bunlar dostlarımdır. Biz pivə gətirmişik. Yaxşı. Keçin içəri. Charlie! 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 Salam dostum. Necəsən? Salam, salam. Sən yaxşısan? Keti, mən yuxarı qalxıram. Sizə mane olmayım. Siz burada əylənin. Çox sağ ol. Sənin Morganın yaxşı qızdır. Hə, çok yaxşı qızdı. Hey! Ha, gəl bura, gəl. Çoxdan dostluq eləyirsiniz? Yadımda değil, hayatım boyu. Qayıtdı. Buna baxın, salam. Oo, Oo. Bu kimdir? Owen, Wes. Bu Katie Price'dır. Salam. Salam. Sən Mən nə? Sən Charlie-ni bura gəlməyə məcbur eləmisən və onu güldürmüsən. Bu oğlan çoxdandır belə şən görünmür. Ha, deməli buradasan. Mən susamışam. Mənə içki gətirərsən? Mən Katie'yə burada ziyafətlərin necə keçdiyini göstərmək istəyirdim. Gəl gedək. Tez qayıdacağıq. Tanışlığımıza şad olun. Mən də çox şad oldum, Katie. Mən gətirərəm. Cəhənnəm ol. Həla! Ha! Bəlkə mənimlə rəqs eləyəsən. Harver, səndən rəqs eləyəcəyim hardan ağlına gəldi? Əgər kiməsə nəsə desən, öldürərəm. Aydın oldu. Hey, Bir. sərinlənmək lazımdır. Çok sağ ol. Bura çok əladır. Mən heç vaxt bu qədər adamla qarşılaşmamışam. Hə? Yuxarı siniflərin klassik axmaq ziyafəti. Belə şey ancaq kinoda görmüşəm. Hə, gedək rəqs eləyək. Aman tanrım. Gedək, gedək. Deməli, onlara baxırıq və eyni şeyləri təkrarlayırıq. Əllərimizi bura qoyuruq və yanımızı məzəli yellədirik. Alınır. Hə, nəsə elə bir şey. Sonra ehmalca geri çəkilirəm. Forever young, we are always falling free. If tomorrow never comes, we will always be forever. Ey millət, bu mənim həyatımın ən gözəl gecəsidir. Bu əladır. İstəyirsən gedək buradan. Gedək. Başa düşə bilmirəm, sənin təqaüdünü necə kəsə bilərlər? Əməliyyat olunmalıydım. Onlarsa daha üzə bilməyəcəyimi düşündülər. Əgər təqaüd yoxdursa, deməli Berkli də yoxdur. Çox heyif. Hə? Bəs bu necə olub? Necə zədələnmisən? Axmaq bir bədbəxt hadisə. Pilləkənlərdən yıxılmışam və... Yox, bu doğru deyil. Hamıya belə deyirəm. O Vengildə qonaqlıqda çox içmişdim. Oğlanlarla mərc gəldim və damdan hovuza tullandım. Çiynim hovuzun kənarına çırpıldı. Mən necə də axmağam. Özüm özümdən utanıram.
Narahat olma. Balaca olanda anam məni bura gətirərdi. Doğrudan? Məni bax, orada oturdardı. Bax, orada. Və gitara çalmağı öyrədərdi. Bax, bu saatsa onun saatıdır. Uzun müddət onun əlində saata baxardım və mən uşaq olanda o öldü. Qəzaya düşmüşdü. Mən çox təəssüf edirəm. Bəlkə harasa gedək? Yox, lazım deyil. Hər şey yaxşıdır. Hər şey qaydasındadır. Dəqiq. Hə, dəqiq. Onda sürpriz. Tada! Bu sənindir. Yox. Amma yayda ona mən baxıram. Jasperson 53'dür. Super. Bəlkə nə vaxtsa səninlə limanın ətrafına yelkən açarıq. Günəşin doğmağını seyr eləyərik. Məncə bu əladır. Bu dəqiqə. Bağışla. Əgər səni Berkliyə qəbul eləməyiblərsə, bu il neyniyəcəksən? Birincisi, özümə təzə maşın alacağam. Və ölkəni səyahətə çıxacağam. Ömrümün yarısını hovuzda keçirmişəm və fərli başlı heç yerdə olmamışam. Bəs sənin planların nədir? Heç bir planım yoxdur. Onlayn kursların birində təhsil alacağam. Amma getmək fikrim yoxdur. Mən bunu eləyə bilmərəm. Mən sabaha olan planını nəzərdə tuturdum. Hə, ilahi. Mən bütün günü məşğulam. Amma axşam boş oluram. Əla. Axşam görüşərik. Yaxşı. Sənə bir etiraf eləməliyəm. Mənim pişiyim olmayıb. Nə danışırsan? Kimə yazırsan? Heç kimə. Morgan? Kimə yazırsan? Harverə. Orada nə pıçıldadığımı eşitmirəm. Harverə, mən Harverə yazırdım. Yox, o çox sevimlidir. Səni də dəli kimi sevir. Yeri gəlmişkən, atama bugün sizə gedəcəyimi deyə bilərəm. Hə? Biz Charlie ilə görüşmək istəyirik. Necə? Sən oğlanla görüşəsən deyə atana yalan danışmalıyam? Heç vaxt səndən belə fəxr eləməmişdim. Ata, bu axşam Morgan gilə gedirəm, etiraz eləmirsən? Yox, problem yoxdur. Ey, Keti, şənlik necə keçdi? Şənlik normal. Kiminləsə tanış olmusan? Yox, demək olmaz. Orada hamı, bilirsən, tanış olmağa adam yox idi. Yaxşı, ata, mən aradan çıxıram. Səni sevirəm. Mən də səni. Yalan dedim. Bilirəm, mən başa düşdüm. Mənim Charlie Reed adlı oğlanla görüşüm var. Çox yaxşı oğlandı və ağıllıdır. O mənim çox xoşuma gəlir. Çox hirsləndi. Sənin yalanın məni sevindirmir. Mənimlə hər şeyi bölüşə bilərsən. Bilirəm. Ona güvənirsən. Hə, Xətrinə dəyməz? yox, dəyməz, narahat olma.
Bəs xəstəliyindən Hələ xəbəri... deməmişəm. Yox, xoşuma gəlmir. Bilirəm. Onun bunu bilməməsi xoşuma gəlmir. Bilirəm, ata, ona danışacağım. Sadəcə özümü daha çox Nə? adi qız kimi hiss eləmək istədim. Gəzən xəstəlik kimi yox. Keti, Xahiş edirəm. Daha bir neçə gün mən adi bir qızam. Salam. Keti ilə bugün bizdə əylənsək etiraz eləməzsiniz. Mən hər şeyi boynuma aldım. Heç 2 saat belə dözə bilmədin? zəifdir. Mən dözərdim. Katie Price nə etmək istəyir? Dünyadakı hər şeyi. Mən də həmişə dondurma yeməyi arzulamışam. Gedək? In the morning I will go. I've been stuck with the same kind of people, just blind and drunk. We could never see what's real. What is real? Bəs o ulduz haqqında nə deyə bilərsən? O Altair adlanır. 17 işıq ili məsafə uzaqdadır. Gördüyümüz o işıq bizim 2 yaşımız olanda yaranıb. Nə olub? Dünən mənə Berkeley-dəki məşqçi zəng eləmişdi. Doğrudan? Hə, deyəsən üzgüçülərdən birini başqa yerə keçirirlər və yerləri boşalır. Süper. Bu iki əladır. O yer sənin ola bilər. Prinsip etibarı ilə hə. Gələn ay vacib yarış var və Berkeley-dəki məşqçi baxışa gələcək. Mən formaya düşməliyəm, amma demək olar ki, mümkün iş deyil. Mən təkcə üzməməliyəm, həm də bərp olduğumu göstərməliyəm. Başa düşürsən bu? Səndə hər şey alınacaq. Amma mənim növbəti il burada qalmağıma səbəb var. Sabah bizim əsl görüşümüz olacaq. Yaxşı. Və səni atamla tanışlıq gözləyir. Bəlkə daha yaxın əyləşəsən, Cody. Mənim adım Charlie'dir. Charlie? Hə. Mən heç bilmirdim. Deməli səni hamı Charlie çağırır, yəni Chuck, Chucky və ya Chinatown'a yox. Yox, China, yox, sir. Mən sadəcə Charlie, yaxşı. Yolun polisdən düşüb, Yox, sir. evə buraxılış vaxtın? Gecə 1-də. Bəs neçədə gəlirsən? 2-də. 2 heç də 1 deyil, Charlie. Yox, sir. Dedin ki, səni 1-də gözləyirlər. Hə. Hə. Rahat ol, mən polis deyiləm. Həftədə neçə dəfə üzünü qırxırsan? Üzümü mən 4, deyəsən 4, həftədə 4 dəfə. sir. Sevimli komandan? Seahawks. Belə niyə? Onlar əladır. Bir dəfə bir kafedə oturmuşdum. Richard Sherman mənim kartofuma qonaq oldu. Bu əladır. Yaxşı, Charlie. İndi əsas məsələyə keçək. Keti ilk baxışdan güclü görünür, elədir? Salam. Onun Hey, əslində... salam. Nədən Salam. danışırsınız? Heç nədən. Biz hələ tanış oluruq. Söhbət eləyirdik. Ketin mənimlə buraxdığınıza görə çox sağ olun, Mr. Price. Dəyməz. Hə, ən yaxın rəfiqəni də unutma. Yox, mən özüm aparacağam. Özüm. Bir saniyə, şəklinizi çəkmək istəyirəm. Belə. Hazır olun. Biraz belə durun. Hə. Bax belə, bir-birinizə niyə yapışırsınız Və aç. Məncə bu sənədir. Gözlə.
Hara gedirik? Mən heç nə bilmirəm. Fred? Yox, soruşma. Çox sağ ol, Fred. Qayda nömrə 1. Qatarla harasa gedirsənsə, mütləq çantanda özünlə çim yeməyi götür. Aa, mən bunu bilmirdim. Mən heç vaxt qatara minməmişəm. Elə məndə. Doğrudan? Doğrudan. Çin-çin. Yenə də başa düşə bilmirəm. Uşaqlıqdan səninlə eyni şəhərdə yaşamışam, amma bir dəfə də olsun velosiped sürdüyünü ya da limonad satdığını görməmişəm. Səndən limonad alardım. Yox, almazdın. Mən limonad sevmirəm. Limonadı hamı sevir. Mən yox. Bilirsən, hər şeyi başa düşdüm. Atanla sən şahidlərin qorunması proqramına daxilsiz və mafiyaya qarşı ifadə vermisiniz. Demək olar ki, tapmasan, amma əslində mən bura səni izləməyə gəlmişəm. Hə, gündüzləri çölə çıxmamaqla bağlı xüsusi göstəriş almışam. Bütün bu vaxt ərzində otağımdakı gizli yerdən sənə baxmışam. Səni güdürdüm, səni izləyirdim. Şahidlərin qorunması proqramından klassik əhvalat. Gözlərini bağla və əllərini qabağa uzat. Yaxşı. Hə, indi isə aç. Ağzınla tuta bilərsən. Hey, Çox sağ ol. o, bax, Seattle. What a moment lost the best. Saw a mountain, went to bed. Məni hara apardığını de. Çatdıq. Charlie, bura haradır? Sürprizdir. Charlie, dostum. Salam. Elə bildim Seattle özü sürprizdir. Gedək. Bu nədir belə? Think we're closer, closer enough. It's an end to İlk dəfə də canlı konsertə gəlirsən? Hə, moving from the ground. Rising tide as the water's pouring in, like it always should have been. We can crawl, we can run towards the sun. Çox sağ ol, dostum. Değmez. çox sağ ol. Çox sağ ol. Bu əla idi. Çox əla idi. Bilirəm. Bu həyatımda gördüyüm ən maraqlı əyləncə idi. Doğrudan? İlahi. Canlı musiqi. Şahane idi. Sənsən şahanə. Sən hamıdan yaxşısan. Çox sağ ol. Dəyməz. Budur. İndi də sən. Nə danışırsan? Yox, 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 yox. Hə. Mənə mahnı borcum var. Mən oxuya bilmərəm. Burada yox. Hər şeyi bacararsan. Canlı musiqi mükəmməldir. Sən acmamısan? Şəxsən mən acmışam. Sən həmişə acı olursan axı. Qulaq as. Ulduzların altında yeni şəhərə bu qədər yol gəlmişik. Və sən mənim üçün oxumayacaqsan. Ya da həyatımızın ən gözəl gecəsi davam eləyəcək. Yaxşı. Mən burada qulaq asacağam. Katie, başda, gözləyirik. I put my hair up, I slap my lipstick on. I can't decide what to wear. I try my clothes on. Gözəl oxuyur, ha? Hə, mənim də xoşuma gəldi. I wanna get it right, but as long as I got this perfect feeling, I know that everything will be right. As long as I got this sweetest feeling, my troubles will be out of my
my sight. La da 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 da. Troubles will be miles away. I slip my shoes on, take a spin or two. Tell me, how does this look to you? In the mirror, I blow a kiss and scoot. 'Cause I'm running late for you. But as long as I got this perfect feeling, I know that everything will be right. As long as I got the sweetest feeling, my troubles will be out of my sight. La da 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 da. My troubles will be miles away. Gözəl oxuyur, hə? When you take me all around this town, all the wonder we've seen. As long as Bravo! it's perfect, Aferin! I know that everything will be right. As long as I got the sweetest feeling, my troubles will be out of my sight. La da 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 da. My troubles will be miles away. Əla! Aferin! Super! Yenə oxu! Hər halda sənə yaxşı oxuduğunu deyəcəkdim, amma elə əla oxudun ki, sən mahnılarını inkişaf etdirməlisən. Yox, boş Mütləq, danışma. çox gözəl mahnıların var. Bəs sən hazırsan? Nəyə? Üzməyə. Yox, bilirsən axı, mən artıq üzmürəm. Üzərsən. Sadəcə kiçik bir fasilə vermisən. Mən məsələn heç vaxt dənizdə üzməmişəm. Odur ki, mənlə üzməlisən. Aha. Gəl. Yox, ciddi sözümdür, mən artıq üzmürəm. Amma sən məni istəmədiyim halda oxumağa məcbur Bu elədin. tamamilə fərqli Eyni şeydir. Təsəvvür edirsən indi su necə soyuqdur? Bunu bilirsən? Charlie. Bir düşün, biz gözəl ulduzların altında bu qədər yol gəlmişik və üzməyə Ay getməyəcəyik. sən. Ya da səndən suya tullanacağıq və həyatımızın ən gözəl gecəsi davam eləyəcək. Mənim çimərli geyimim yoxdur. Elə mənim də. Katie, Gəlirsən? Tez elə. gəlirəm, gəlirəm. İlahi, ilahi, dəhşət soyuqdur. Sənə dedim axı. Hə, üz, əllərini qabağa tut və özünü itələ. Bax belə, Aha, heç də asan deyil. hə, belə. Bax belə. Əla. Görürsən, suya nifrət eləmirsən, qətiyyən. Sənin yanında hər şeydən xoşum gəlir. Berklidəki o boş yer haqqında düşünmüsən? Yox. Əməliyyatdan sonra üzə bilməməyim haqda düşünürəm. Anladım ki, əslində kim olduğumu bilmirdim. Bunu heç kim bilmirdi. 15 il birgə oxuduğum uşaqlar məndə ancaq hovuzdakı oğlanı görürdülər. O həyatı yaşamaq məcburiyyətində deyiləm. Bilirsən, sən hovuzdakı oğlan deyilsən. Amma sən təslim olanlardan da deyilsən. Bugün bütün bacardığını elə. Sabahsa baxarsan. Burada və indi yaşamaq lazımdır. Hə, elədir.
Yaxşı. Yeri gəlmişkən, planetin ən əla günəşin doğmağını qarşılamaq istəyirsən? Nə? İndi saat neçədir? 5-ə 10 dəqiqə qalıb. Onlar su keçirməz deyirlər. Keti, hardasan? Zəngimə cavab ver, xahiş eləyirəm. İlahi, Nə olub? ilahi, Keti, dayan. ilahi. Keti, sən nə Yox, edirsən? mən qaçmalıyam. Keti, dayan. Bağışla. Keti! Sibil. Keti, tez ol maşına min. Tez elə Charlie, tez ol. Keti, axı bu nə deməkdir? Yalvarıram, bacardığın qədər tez sür, tez elə. Yaxşı, yaxşı, sürürəm. Keti, Tez elə qaza bas. Keti, nə olub? Məni İlahi, qorxudursan. biraz tez ol. Yaxşı. Aman tanrım. Keti! 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 İlahi, Keti, xahiş edirəm, mənə cavab ver. Keti, yalvarıram, mənə cavab ver. Hey, Charlie, o evdədir. Oradadır. Çəkil, oradadır. çəkil. Buna necə imkan verdin? Nəyə imkan verdim, nə olub? Məyər o sənə deməyib? Nəyi, nə baş verdiyini O anlamıram. xəstədir. Necə yəni xəstədir? Melanoz xəstəsidir. Ona günəş şüası olmaz. Bu onu öldürə bilər. Bağışla. Keti. Əla xəstəxanadır. Yeməkləri də dadlı olur. Keti Price. Gedək. O cəmi bir neçə saniyə günəşdə qalıb. Qulaq asın, hər şey yaxşı olacaq. Hər şey qaydasındadır, Mr. Price. Salam. O necədir? Kseroderm pigmenti. Belə Keti. Qalxa bilərsən, tibb bacısı Jane səni ötürəcək. Əslində öyrənmək istəyirəm. Belə. Günəş şüasının təsiri az olub. Gördüyün fiziki əlamətlər keçib gedəcək, amma bildiyin kimi qısaderma onu qıcıqlandıran amil olmasa özünü göstərmir. Qan və rentgen araşdırmalarını almayana qədər bunun o amil olduğuna əmin ola bilmərik. Əgər o amil olsa, Problemləri yaransa həll eləyərik. Əgər birdən simptomlar yaransa, yəni qızdırman qalxsa, əzələlərində ağrı, hərəkətlərində lənglik yaransa, dərhal bizə xəbər elə. Yaxşı. İcazənizlə geyinim. Gündüz küçəyə çıxmamağa çalışıram. Gündüz vaxtım çox az olur, amma axşamlar boş vaxtım olur. Otağımdakı gizli yerdən sənə baxmışam. Burada və indi yaşamaq lazımdır. Həyatımızın ən yaxşı gecəsi. universitetdə nə xəbər var? Tədqiqat nə yerdədir? İkinci mərhələ başlayıb? Keçən həftə əlaqə saxlamışdım. Heç bir xəbər yoxdur. Yaxşı, çox sağ olun. Hə, yaxşı Charlie, gəl işləyək.
Hə, sənə onu incitməyə mən məsləhət görmüşəm. Heç olmasa nə yazdığını oxu. O gəlib səndən danışmaq istəyir. Yox. Xahiş edirəm, hamısını sil. Keti, Əgər oxusam ona cavab verəcəm. Sonra o mənə cavab verəcək. Nəticədə görüşəcəyik. Bizə görüşmək olmaz. Qətiyyən olmaz. axı niyə olmaz? Çərli əzab çəkməsin deyə özünü qurban verməməlisən. Çərli böyük oğlandı, öhdəsindən gələcək. Amma mən gəlməyəcəm. Aydındır. O əzab çəkəcək. Mən ona əzab vermək istəmirəm. Xahiş eləyirəm, onları sil. Yaxşı, yaxşı. Gəlin analizi təkrarlayaq. Bəlkə nəticələr fərqli olacaq. Şiş inkişaf eləməyə başlayıb. Onun inkişaf tempi Bəs araşdırmalar? onu kənara qoyublarcaq. Bugün səhər öyrəndim. Maliyyə dəstəyi yoxdur. Yox, məndən tələb olunan hər şey eləmişəm. O lap balaca olandan vaxtı nə qədər ağlasa da, qışqırsa da, mızıldansa da, mən onu həyətə buraxmırdım. Mən onu parka buraxmırdım. Dənizə getməyə icazə vermirdim. O mənə yalvarırdı. Yalvarırdı. Hər kəsdə olan şeyi istəyirdi. Onu hər şeydən məhrum eləyirdim. Nəyə görə? Hə? Buna görə? Yox. Ksoroderma uşağı adi həyat sevinclərindən məhrum eləyən xəstəlikdir. Amma bu illər ərzində Keti bir dəfə də olsun ruhdan düşmədi, şikayət eləmədi. O hər şeydə yaxşı nəsə tapa bilir. Bilirsiniz sizin haqqınızda necə danışır? Mən heç vaxt bir qızın atasını bu qədər sevdiyini görməmişdim. Siz yaxşı atasız, Jack. Nə qədər qalıb? Dəqiq demək çətindir.
Salam qızım. Salam ata. Yaman acımışam. Çin yemeği sipariş verək? Hə, Razısan? Neynirsən? tanışlıq saatında sənin səhifəni doldururam. Nə? Hə. Qulaq as, məndə sənin iki şəklin var. Birində bax belə yaraşıqlı düşmüsən, amma o birisində kamera ilasan. Yox. Bu barədə düşünmə. Yox. Artıq düşünmüşəm. Odur ki, otur. Doldurmağa kömək eləyərsən. Yox, bilmirəm. Yaxşı. Məndə belə alınıb. Dünyanın ən yaxşı atası və yaraşıqlı fotoqraf. Of, lazım deyil. Qulaq as, o tənhadır, incəsənət, fotoqrafiya və supersonik xatirələrinə maraq göstərir. Supersonik yaxşıdır, bu vacibdir. Bilirdim ki, bəyənəcəksən. Səyahətə çıxmaq üçün macəra həvəskarı olan xanım axtarır. Mən səyahət eləmirəm. Onda eləyəcəksən. Yaxşı, yığışdır bunu. Xahiş edirəm. Mən belə istəyirəm. Anamı itirmisən, tezliklə məni də itirəcəksən. Yox. Bizim şansımız var. Biz həmişə bilmişik ki, bu zaman məsələsidir. Qaçılmazdı. Ona görə də istəyirəm ki, nəhayət özünü düşünəsən. Və harasa gedəsən, mükəmməl şəkillər çəkəsən, yenidən səyahət eləyəsən. İstəyirəm ki, hamı sənin super fotolarını görsün, ata. Bəsdir. Eşidirsən, bacarmıram. İstəyirəm ki, mənə özünü qoruyacağına söz verəsən. Xahiş edirəm. Sənin də mənə verdiyin həyat kimi xoşbəxt həyatın olmalıdır. Çalış ki, bu həyatın sevincini bölüşə biləcəyin kimisə tapasan. Çünki həyatında kimsə varsa, ancaq onda xoşbəxtsən. Ata, xahiş eləyirəm. Özünə hansısa bir qadını seç və görüşə get. Yaxşı. Söz ver. Söz verirəm. Yaxşı, onda gəl Çin yeməyi sifariş verək. Sənə nə deyim? Necə asan top idi? Bu heç də beyzbol deyil. Onun ad qoyacağımı bilmirəm. Oyunçular, görünür onlar formada değiller. Ah, yemək. Nəhayət ki. Niyə belə gecikdilər? Aman tanrım. Charlie qapının arxasındadır. Bilirəm. Onu mən çağırmışam. Nə? Niyə? Özün dedin ki, həyatın sevincini paylaşmaq üçün yanında kimsə olmalıdır. Onunla danış. Ona düzünü de. O buna layiqdir. Elə sən də. Yuxu değilmişsən. Səni yuxuda gördüyümdən əmin idim. Charlie, məni bağışla. Keçi, bu gizlədiləcək məsələ değildi. Sənə demədiyimə görə çox peşmanam. Bu hərəkət mənim tərəfimdən bağışlanmazdı, egoist idi. Bizdə heç nə alınmazdı. Mənsə bunu çox istəyirdim. Sən, mən, biz... Nəticədə biz uduzduq. Ona görə də səndən vidalaşıram, Charlie. Əlvida. Bu eşitdiyim ən bərbad vida nitqidir. Nə? Hə, üçlüydü. Özü də böyük çıxla. Bütün hakimlərdən bir aldın. Uduzmusan. Bu mənim ilk nitqimdir. Nə gözləyirdin ki? Ciddi deyirəm, Charlie. Biz heç nə eləyə bilmərik. Başa düşürsən? Biz bilərik.
Mən səndən ayrıla bilmərəm. Bunu məndən gözləmə. Keti, Xeroderm haqqında hər şeyi oxudum. Onun nə olduğunu bilirəm, nələrdən keçdiyini bilirəm, nə hiss elədiyini bilirəm. Amma biz təslim olanlardan deyilik. Bunu məndən əvvəl anlamısan. Sən mənim həyatımı dəyişmisən, Keti. Ya məni burada qapının ağzında qoyacaqsan, ya da həyatımızın ən yaxşı yayı olacaq. Hansını seçirsən? İleri! İrəli! İleri Charlie! Sürətlə, Charlie, tez elə! İrəli Charlie! Həla, Charlie, irəli! Hə Charlie, irəli! Həla, bax belə, davam elə! Hə! İlahi! Aferin, Charlie! Hə Charlie! İrəli! Aferin! Bravo. Hə, bax belə, həla! Hə! Hə, Charlie. Aferin! Süper! Möhtəşəm! Möhtəşəmsən, Charlie! Charlie! Həla! Berklidəki məşqçi bəyənib zəng eləyəcəyinə söz verdi. Biz bacardıq. Sən onun xoşuna gəldin. Səndən fəxr eləyirəm, oğlum. Aferin sənə. Mən indi qayıdıram. Get. Salam Charlie. Salam. Qalib gəldin cavan oğlan. Təbrik eləyirəm. Çox sağ olun. Əla üzürdün. Çox sağ olun ki, Ketiyə gəlməyə icazə verdiniz. Ona mane ola bilməzdim. Mr. Price, sabah Ketini mənimlə buraxa bilərsiniz. Hə? Əlbəttə buraxaram. Çox sağ olun. Gedək. Başa düşmürəm. Axı burada nə? Bu nə deməkdir? Bütün bunlar sənin üçündür. Bu keçidir. Hə, Onda başlayaq. Yox, ilahi, Keti. yox, Keti, bacarmaram, mən gedirəm. Hə. Bu dəlil idi. Bunun pulunu kim verəcək? Bu haqda düşünmək lazım deyil. Charlie, o pul maşın üçündür. İstəmirəm ki... Artıq ödənilib. Sən mənim arzumu reallaşdırmağa kömək elədin. Mən sadəcə borcumu ödəyirəm. Mən daha ifa eləyə bilmirəm. Sadəcə oxu. Hazır olanda de. Yazmağa başlayaq. Sağ olun. İlahi, bunlardan götürmüsən. Bu ki, üzərində işlədiyim mahnıdır. Yenə sənin bloknotunu oğurlamışam. I wish I could stand on a star.
Siz kələk gəldiniz. Fişkalarımızı sayın. Pis değil. Bax o. O? Bu Çerlinio'dur. Çünkü o parlaq və səs köylüdür. O isə mənim ən sevdiyimdir. Çox gözəldir. Burritorio adlanır. Çünkü burritoya oxşayır. O ulduz Proyondur. Bizdən 11 işıq ili məsafə uzaqdadır. Deməli, onun işığı yarananda bizim 7 yaşımız var idi. Yəqin bu sənin ilk skateboardun olanda baş verib. Ne? Charlie, bilirsən, biz stansiyada görüşəndə mən artıq səni tanıyırdım. Ne mənada? İbtidai sinifdə sən məşqə hər gün mənim evimin qabağından keçib gedirdin. Dəqiq bilirəm ki, 4-cü sinifdə skateboard sürməyə başladın və 6-cı sinifdə Ken Griffin'in köynəyini geyinirdin. Hər gün əynindən çıxarmırdın. Hə. Yadımdadır ki, 9-cu sinifdə başını keçəl qırxdırmışdın. Və hər gün pəncərəmin qarşısından keçməyini gözləyirdim. Günün ən yaxşı dəqiqələrində. Eğer başımı qaldırsaydım, bütün bu vaxt ərzində səninlə olardım. Mənimlə idin. Mən səni sevirəm, Charlie. Mən də səni sevirəm. İnanmıram ki, keçəl halım sənin xoşuna gəlib. Çox gülməli görünürdün, aman tanrım. Uşaqlar hələ toyuq qalıb, amma heç kim etiraz eləmirsə mən ərişdə yeyəcəm. Yaxşı, mən limana gedirəm. 1 saata qayıdacağım. Sənin Draing dediyin o yaxtaya baxardım. Şansını qaçırdın. Sahibi sabah gəlir. Bu son yoxlanışdı. 1 saata qayıdıram. Yaxşı. Oldu. Gəl səni ötürüm. Hələlik. Bəlkə sənlə nə vaxtsa limanın ətrafına yelkən açarıq. Günəşin doğmağını seyr eləyərik. Dayan. Mən də onunla getmək istəyirəm. Hara getməyi qızım? Yaxtada dənizə. Mən onunla yaxtada dənizə getmək istəyirəm. Elə indi. Qızım, yaxşı olar ki, qalasın. Asa xahiş eləyirəm. İcazə ver gedim. Narahat olmadı. Mən doğrudan da bunu istəyirəm. Yaxşı. I have seen 1,000 things, 1,000 minds, and what they bring to this world and to this home. But where I stand, well, I don't know.
I'll tell you everything I know to the darkest corners of my mind. My kingdom is wide, so wide-eyed I can't track the time between the spaces of my mind. 'Cause I have seen 1,000 things, 1,000 minds, and what they bring to this world. Güneşi hiss eləmək üçün ömrü boyu gözləmişəm. Özüdür ki var. Salam, Mr. Price. Yaxşı ki getməmişdən əvvəl gəldin. Əlbəttə, bugün gedirəm. Deməli belə. Hə, ilk məşq bir neçə gündən sonradır. Bu əladır. Hə, bu anı iplə çəkirdim. Məşqçi cədvəlini mənə göndərib. Sənə dəstək olmağa gələcəm. Niyə mənim məşqçim cədvəli sizə yollayıb? Keti ona müraciət eləyəndən biz əlaqə saxlayırıq. Keti müraciət eləyir? Hə, ona zəng eləmişdi. Dedi ki, sənə bir daha baxmaq lazımdır. Axı, Keti bunu mənə deməmişdi. Bu vacib deyil. Gözlə, sənin üçün bir şey də var. Xahiş eləmişdi ki, sənə verim. Mən üzr istəmədim. Sizin qarşınızda günahkaram. Ketini uzun müddət aparmamalıydım. Mən... Sus. Sus. Heç kim günahkar deyil. Bildin? Biz onun uşaqlığından hər gününün hədiyyə olacağını bilirdik. Sənə təşəkkür eləməliyəm. Həmişə onun xoşbəxt olmağını istəmişəm.
Və sən onu xoşbəxt elədin. Çox sağ olun. Təhsilində uğurlar oğlum. Təşəkkür eləyirəm. Sırada isə YouTube-u partladan mahnı var. Cəmi 2 həftəyə milyondan artıq baxış yığıb. Onu bütün radyo dalğalarda eşitməyə hazır olun. Amma ilk dəfə burada dinlədiyinizi unutmayın. Katy Price'ın Charlie mahnısı. I wish I could be where you are. They say don't you ever give up. It's so hard to be something when you're not. But I have walked alone with the stars in the moonlit night. I have walked alone, no one by my side. Now I walk with you, with my head held high. In the darkest sky, I feel so alive. Təcli 98.7 radio dalğasına qoşun. But I have walked alone with the stars in the moonlit night. I have walked alone. Hə! Hə! Hey, millət, bu mənim qızımdır. Bu mənim qızımdır. Eşidirsiniz? İşinizi kənara qoyun və qulaq asın. In the darkest sky, I feel so alive. Əziz Charlie, mənim üçün həmişə mahnıya söz yazmaq adi məktub yazmaqdan daha asan olub. Bir-birimizə rast gələndən sonraki zamanın mənim üçün nə qədər dəyərli olduğunu necə yazacağımı bilmirəm. Yəni, pəncərədən baxıb səni gördüyüm gündən etibarən mənə bəxş elədiyin sevinç hissini. Bizim o qədər də çox zamanımız olmadı. Amma ulduzlar birgə olduğumuz hər anımıza işıq saçdılar. Mən inanıram ki, o anların işığı min illərlə parıldayacaq. Ümid eləyirəm ki, bir gün aşağı baxıb səni və səni gözləyən gözəl anları görəcəm. Əgər sənə lazım olsam, sadəcə başını göyə qaldır və məni xatırla. Axı mən səni sevirəm. Bunu heç vaxt unutma. In the darkest sky, I feel so alive. They're not gonna break us. Hey, we'll burn so bright, making all the people come to life. Hey, the darkest sky can't stop me and you tonight. Said, hey, we'll burn so bright, dancing underneath the city lights. Hey, from way up high, shining down like stars tonight. When it's too far for me to reach it, I close my eyes and believe it. Ain't no other way to do. When you fall, you're gonna hit hard. When you love with your whole heart, remember the hard times make you. That's when we'll show the world. They're not gonna break us. Hey, we'll burn so bright, making all the people come to life.